Salam əziz izləyicilərimiz. Bugün mən yay yeməyi, əsl yay yeməyini bişirirəm. Badımcan qovurması. Soğançam belə qovrulur. Soğançama bir qabaqcadan pomidor, bibarımı doğramışdım. Deməli, mən qabaqcadan belə badımcanlarımı kub-kub doğradım. Suya qoydum. Bir də duz tökmüşəm ki, qara suyu çıxsın. Baxın. İndi bunu suya çəkib, çıxardıb, aparıb badımcanın içine tökəcəm. Deməli, mən badımcanları yudum, qəşəng sudan çıxartdım. Badımcanımız bax belə hazırdır. Pomidorumuz pişibdir, bibarla beraber hazırdır. Belə bir də qeyd edim ki, xanımlar, bax mən bu yağdan istifadə edirəm. Nə iyisi var, nə qoxusu var. Yəni çox ləzzətli bir qardalı yağıdır, civa. Xanımlar, biraz mən bura duz tökəcəm. Çox tökmürəm. Kim duzlu yiyirsə, yeməsin, ziyandır. Belə qaydasında tökürəm. Biraz buna sarı kök tökəcəm. Həm rəngi gözəl olsun, həm də sarı kök yeməklərdə çox gözəl olur. Faydası da var. Badımcanları da belə atıram içine, xanımlar, baxın. İzləyicilərim, artıq badımcanlar da ölüşküydür. Bax, gözəlcə qarışdırıram. Pişməyinə hələ var. Belə. Mən buna heç su tökmədim. Heç su tökmədim, çünki pomidorun özünün suyu var. Artıq suyu çəkilir, baxın. Görürsünüz, yağa düşür. Demək olar ki, hazırdır. Bax, artıq yeməyimiz hazırdır. Yanında da sarımsaq qatığı var, salatı var. Göz haqqınızı halal eləyin. Kanalıma abunə olun, yorumları yazın.